Cərrahiyyədə bəzi əməliyyatlar var ki, biz onları ambulator şəraitdə icra edə bilirik. Bunlar həm istəyir proktoloji əməliyyatlar, həm digər əməliyyatlara aiddir. Məsələn, proktologiyadan danışdıqda biz burada tromblaşmış babasil var ki, xarici tromblaşmış babasil, biz onu ambulator şəraitdə edirik. Ümumi anesteziyadan istifadə etməklə, yerli keyitməklə ambulator şəraitdə həmin tromblaşmış babasili açıb içindən trombu xaric edirik. Bundan başqa anal çatlar vardır ki, ağırlaşma ilə getməyən anal çatlar, yəni yanaşı olaraq başqa bir ağırlaşması olan anal çatlar, biz də bunları ambulator şəraitdə icra edə bilirik ki, bu əməliyyatlarda yenə xəstə səhər gəlir, müəyyən müayinələrdən keçir, əməliyyatını edirik. Təbii ki, burada biz əməliyyat dedikdə lateral internal sfinkterotomiya əməliyyatı nəzərdə tuturuq və xəstə axşam evinə gedə bilir. Yəni bir neçə saat xəstəxanada qalıb evə gedə bilir. Bunlar ambulator əməliyyatlar sayılır, yəni stasionarda yatmağa ehtiyacı olmur, xəstə həmin gün ərzində evinə qayıdır. Digər əməliyyatlar vardır ki, proktoloji əməliyyatlara aid olmayan əməliyyatlardır. Məsələn, xalların, ziyillərin, ateromaların, lipomaların xaric edilməsi, hətta böyük ölçülü lipomaların belə xaric edilməsi ambulator şəraitdə icra edə bilirik və xəstənin xəstəxanada qalmasını tələb etmir. Xəstə ilə həmin gün bir neçə saatdan və yaxud yarım saatdan, 20 dəqiqədən sonra evə gedə bilir.